Salam, xoş gördük hər birinizi. Bu gün sizinlə kömək sinir hissələrindən olan qoşmanın testlərini birlikdə baxacağıq. Əgər belə videoların davamlı olmasını istəyirsinizsə, kanala abunə olub rəy bildirməyi unutmayın. Başlayaq birinci sualdan. Cümlələrdən birində qoşma işlənmişdir. O suallara deməli biz tapmalıyıq qoşma. O suallara ürəklə cavab verdi. Uşaqlar, burada biz bilirik ki, la həm şəkilçidir, həm də ilə qoşmasının şəkilçiləşmiş forması ola bilər. Əgər necə sualına cavab verirsə, artıq orada zərf düzəldən şəkilçidir. Ürəklə necə? A deyil. Deməli, B-yə baxırdınızda tamahla ləyaqət arasındakı nazik xətləri. Əgər biz laləni deməli və ilə əvəz edə biliriksə, yaza da bilmədim. Və ilə əvəz edə biliriksə, deməli o bağlayıcı olacaq. Burada və ilə əvəz edə bilirik. Tamah və ləyaqət B-də olmayacaq. Yaşa cəsarətlə, yaşa cürətlə. Necə? Cəsarətlə, cürətlə. Bu da olmayacaq. Nöqtələr, vergüllər nə qədər desən, saxta nidalarla dolub kitablar. Nə ilə dolub? Nidalar ilə. Deməli, cavabımız olacaq D bəndi. Tamamilə. Burada da uşaqlar bu zərf düzəldib. Keçək ikinci suala. Bənzətmə mənası bildirən qoşma işlənmiş cümləni müəyyən edin. Deməli, bənzətmələr hansılardır? Kimi, qədər, tək qoşmaları və ismin yiyəlik halı ilə işlənməlidir. Deməli, bənzətmə olmalıdır. Deməli, bənzətmə, bir də qoşma. Baxaq bura, babam həyət qapısının ağzına kimi. Burada yönlü çalan işləndiyi üçün o məsafə bildirəcək olmayacaq. Burada da yönlü çalan işlənib. Bu da məsafə bildirəcək. Ticarət mərkəzində kimi özünə ayaqqabı, kimi də palto seçirdi. Gördüyünüz kimi burada əvəzli işdir bu. Bu da olmayacaq. Yarışa kimi göndərmək lazım olduğunu Məksi deyəcək. Burada da əvəzli işdir. Vətəni onun kimi sevən. Baxın uşaqlar, bənzətmə bildirir. Yəni ki, onun kimi sevin və həmişə torpağa borclu olduğunuzu düşünün. Cavab D bəndi. Keçək növbəti suala. Biri həm qoşma, həm də ədat kimi işlənə bilir. Biz deməli, birbaşa cavabı sizə izah edəcəm. Burada B bəndə ca qoşma olduğunu bilirsiniz. Həm də uşaqlar bu cacə qüvvətlendirici ədat. Yadınıza gəlirsə, sifətin çoxaltma dərəcəsində bax, bu ədat sayəsində yaranırdı. Deməli, cacə həm qoşma, həm də qüvvətlendirici ədat kimi işlənə bilir. Keçək 4-ə. Tək sözünün qoşma kimi işləndiyi cümləni müəyyən edin. Qoşma biz bilirik ki, ismin müxtəlif hallarından sonra işlənir və onunla birlikdə eyni suala cavab verir. Burada A və B bəndlərində gördüyünüz kimi söz əvvəl gəlir. Yəni qoşma heç vaxt sözün cümlənin əvvəlinə gələ bilməz. Bunlar əsas nitq hissəsidir. Evdə tək qalacağını biləndə narahat oldu. Necə qalacağını tək suala cavab verir. Ayrılıqda olmaz. Həm də biz bilirik ki, qoşma ismin yerli halı ilə işlənmir. C-də deyil. Lalə tək qızarmaq üz qaydasıdır. Bu təki biz həm də kimi ilə əvəz eləyə biliriksə uşaqlar, kimi. Deməli, o olacaq bənzətmə qoşması. Lalə kimi qızarmaq üz qaydasıdır. Cavabımız olacaq D bəndi. Mən tək səninlə gedə bilərəm. Bunu yalnızın əvəz edir və görürük ki, ədatdır. Keçək növbəti suala. Hansı cümlədə tək sözü qoşma kimi işlənir? Qocanın tək yaşaması. Görsünüz ki, suala cavab verir. Olmayacaq. Tək cümlənin əvvəlinə gəlib. Burada da olmayacaq. Bu işi heç kəs sən tək bacarmaz. Sən kimi bacarmaz. Baxın, cavabımız olacaq bu. Bu işi tək sən görə bilərsən. Bunu da yalnızın əvəz eləyir. Görürük ki, ədatdır. Keçək 6-cı suala. Cümlələrdən birində cacə qoşmadır. O gəlincə. Uşaqlar, burada incə fe'li bağlama olacaq. Fe'li bağlama şəkilçisi. Dəryaca ağlın olsa, yoxsul olsan gülərlər. Əgər cacəni biz qədərlə əvəz eləyə biliriksə, uşaqlar, qədər, yaza biləcəm. Qədər. Hələ sifariş edeyim.
Qələm gəlib çıxmayaq, bu yaxşı yazmır. Qədərlə əvəz eləyə biliriksə, deməli qoşmadır. Dərya qədər. Cavabımız olacaq B bəndi. Ehmalca. Burada şəkilçidir. Balaca. Bu da qoşma deyil. Çalxalandıqca, dıqca. Burada şəkilçidir. Cavab oldu B bəndi. Keçək növbəti suala. Cümlələrdən birində qoşma işlənmişdir. May ayının gözəl bir günü idi. May ayının gözəl bir günü idi. Burada qoşma yoxdur axı. Sonra əvvəlcə Masabəyi özü, sonra qonaqlar rəqs etməyə başladılar. Burada sonra ismin çıxışlı xalı ilə işlənmədiyi üçün zərfdir. Burada cacə, əvvəlcə, əvvəl və yaxud da əvvəl. Gördüyünüz kimi heç bir dəyişiklik baş vermir. Burada C ədatdır. Sonra Tutuq xanım sübh namazını qıldıqdan sonra adəti üzrə Qurandan bir surə oxuyardı. Qıldıqdan sonra çıxışlı xalla işlənib uşaqlar. Qıldıqdan sonra. Deməli cavabımız olacaq C bəndi. Könül səndə yenə həyəcan mı var? Uçub qalxmadığın xaniman mı var? Burada qoşma yoxdur. Burada sadəcə mu ədatları var. Qobustandan danışıb qobuxalçılarını unutmaq günah olar. Burada deməli qoşma yoxdur. Hansı cümlədə qoşma işlənmişdir? Daha doğrusu işlənməmişdir soruşur. Biraz bundan əvvəl çıxışlı xalla işlənib əvvəl qoşmadır. Nahar qurtarandan sonra dandən və çıxışlı xalla işlənib sonra qoşmadır. Əvvəlcə onun çatma qaşları sonra. Gördüyünüz kimi sonra heç bir halla işlənməyib. Tanış səsi müəllimə kimi isə xatırladırdı. Yəni burada əvəzləşdirir. Bu da cavabımız olacaq C bəndi. Ay görünəndən sonra ulduzlar solğunlaşdı və titrəşdi. Ay görünəndən sonra çıxışlı xalla işlənib. Həsən hər imtahandan dandən qabaq qoşması çıxışlı xalla işlənib. Cavabımız C oldu. Tək sözü hansı cümlədə qoşmadır? Tək sənin eşqini seçdim bu cahan. Dediyim kimi cümlənin əvvəlinə gələrsə qoşma olmayacaq. A da olmayacaq, B də olmayacaq. Ailədə tək uşaq, necə uşaq suala cavab verir, olmayacaq. Otağın küncündə tək adamlıq, necə adamlıq, tək adamlıq, neçə adamlıq daha doğrusu, D də olmayacaq. O ağladı bir ana tək, yəni ana kimi qoşması ilə əvəz edə biliriksə, olacaq cavab B bəndi. Kimi hansı cümlədə qoşma kimi işlənib? Sən kimi gözləyirsən? Cümlənin əvvəlinin axırında sual var, deməli sual əvəzliyidir. Qoca bu hadisəyə uşaq kimi necə sevindi? Uşaq kimi, gördüyünüz kimi uşaq tək sevindi, uşaq kimi sevindi. Cavab B bəndi olacaq. Cümlənin əvvəlinə gəlib kimi qoşma olmayacaq. Burada halsız işlənib. Nərgiz xala kimi buyursa, əlini narahat etməzdi. Kimi əvəzləşdirir burada da. Cümlənin əvvəlində işlənib, burada da kimi olmayacaq. Cavab B bəndi. Deməli, C hansı cümlədə qoşmadır? Qoşmanı tapmalıyıq. Açıqca gözəl xətlə yazılmışdır. C burada isim düzəldən şəkilçidir. A olmayacaq. Aslan dostunun qulağına yavaşca nəsə dedi. Uşaqlar, əgər C sifət, zərf və sayları artırılarsa 99% olacaq ədat. Burada da deməli zərfi artırılıb olmayacaq. Xırdaca, gördüyünüz kimi sifəti artırılıb və dərəcə yaradır, olmayacaq. Balaca, burada da olmayacaq. Dəvəcə böyümüsən, köşəkcə ağlın yoxdur. Bayaq dediyimiz kimi qədərlə əvəz eləyirik. Dəvə qədər böyümüsən, köşək qədər ağlın yoxdur. Cavab E bəndi. Uyğunsuzluğu müəyyən edin. Yəni biz buradan
Yanlışı tapmalıyıq. Birinci, qoşma olmalıdır. İkincisi, qoşma ilə homonim olan əsas nitq hissəsi olmalıdır. Gəlin baxaq. Rüstəmin dürüstlüyü ona qarşı hörməti artırmışdı. Ona qarşı yönlü çalınan işlənib qoşmadır. Düzdür. Sonra şikayətçilərə qarşı tərəf, hansı tərəf? Gördüyünüz kimi bu da əsas nitq hissəsidir və qoşma ilə homonim sayılır. Bu da düzdür. Cavab A olmayacaq. Dərsdən əvvəl çıxışlı xalla işlənib qoşmadır. Şəhərdən əvvəl dinc əhali çıxarıldı. Şəhərdən əvvəl dinc əhali çıxarıldı. Uşaqlar, burada birlikdə suala cavab verməyin. Fikir verin. Haradan, şəhərdən, nə vaxt əvvəl? Deməli, burada əsas nitq hissəsidir və qoşma ilə homonim sayılır. Olmayacaq. C-yə baxaq. Rəisdən başqa hamı yerində idi. Rəisdən başqa qoşmadır, düzdür. Beynini başqa fikirlərdən uzaq tut. Əsas nitq hissəsidir. Bu da düz olacaq. Bu əhvalat müharibədən qabaq baş verilmişdi. Çıxışlı xalla işlənib. Qoşmadır. Ona qabaq cərgədə oturmağı təklif etdim. Hansı cərgə? Suala cavab verir. Əsas nitq hissəsidir. Onun gözləri ulduz kimi parlaq idi. Necə? Ulduz kimi, gördüyünüz kimi eyni suala cavab verir. Qoşmadır. Şəhərə kimi maşınla getdik. Baxın burada. Kimi birincidə bənzətmə qoşmasıdır. Şəhərə kimi isə məsafə qoşmasıdır. Yəni hər ikisində qoşma olduğu üçün bu yanlışdır və cavabımız E bəndi olacaq. Keçək növbəti suala. Biri sual işarəsinin yerinə yazıla bilər. Məsafə mənası bildirməlidir. Əsas nitq hissəsi kimi işlənir, əsas nitq hissəsi kimi işlənir, işlənə bilir. Maraqlı cümlədir. Bənzətmə mənası bildirilir. Həmişə ayrı yazılır. Həmişə ayrı yazılır deyirsə, B və C artıq getməlidir. Deməli, baxaq, məsafə mənası. Kimi məsafə bildirir, bənzətmədə bildirir, həmişə də ayrı yazılır və əsas nitq hissəsi kimi əvəzli kimi işlənə bilir. Cavab E bəndi. Burada sonra zaman bildirir. Nümunələrin birində qoşma qoşulduğu sözlərlə birlikdə fərqli cümlə üzvü kimi işlənmişdir. Deməli, qoşma qoşulduğu sözlərlə birlikdə fərqli cümlə üzvü kimi işlənmişdir. Baxaq, suyun üzü ayna kimi parıldayırdı. Parıldayırdı feil necə? Ayna kimi zərflikdir. Nəğmələr quş tək uçur. Feildir uçur. Demək, quş tək zərflikdir. İpək kimi saçların var xəbər. Nəyin? Saçların mübtəda. Necə? İpək kimi təyindir burada. Artıq bunlar zərflik oldu. Bu isə təyin oldu. Hamı dönüb qapıya tərəf boylandı. Haraya? Qapıya tərəf. Bu da zərflikdir. Yağışdan sonra hava xeyli sərinləşdi. Nə vaxt? Yağışdan sonra bu da zərflikdir. Cavab olacaq C bəndi. Yəni bizdən fərqlini soruşurdu. Hansı nümunədə cacə qoşmadır? Təzə salınan bulvarda yüzlərcə ağac əkmişdilər. Nə qədər? Yüzlərcə, larca, lərcə şəkilçisi saydır. Əyləncə isim düzəldib burada. Keçən ay sanatoriyada yaxşıca, dedim axı bayaq, sifətdir, saydır, zərfdir. Bunlara artırılsa çox vaxt nə olacaq? Ədat olur, yaxşıca. Olmayacaq. Məncə, vergüllə işlənibsə birlikdə modal söz sayılır. Fikrin mənbəyini bildirən. Sənə heç kim məncə sadiq ola bilməz. Uşaqlar, nə edirik biz burada? Qədərlə əvəz edirik. Mən qədər sadiq ola bilməz. Cavab E bəndi. Qədər sözü hansı cümlədə qoşmadır? Qədər sözü həm yiyəlik alınan sənin qədər və evə qədər yönlü alınan işlənə bilir. Konfransda ona qədər məruzə dinlənildi. Ona qədər məruzə dinlənildi. Burada 10 saydır. Yəni burada ona yaxın. Burada qoşma deyil.
Bir qədər çaydan uzaq od qalamış, bir çay dağda çoban, bir qədər burada. Bir qədər çaydan uzaq. Yəni burada bir qədər uzaq. Deməli zərf olacaq, kəmiyyət zərfi. Nə qədər çox ucalsan, burada da nə qədər zərfdir. Bir yanım alqışdır, bir yanım qarğış. Qədər məni çəkdi qarğışa doğru. Burada qədər o insanın alın yazısı, isimdir. O qədər isti idi ki, çölə çıxmaq mümkün deyildi. O qədər isti idi ki, çölə çıxmaq mümkün deyildi. Burada adlı xalla işlənib o qədər. Deməli olacaq nə? Bənzətmə bildirən qoşma. Cavab E bəndi. Sillogizmi tamamlayan fikri müəyyən edin. Birinci hökm. Qoşmalar ismin yerli halında olan sözlərə qoşulmur. Qarabağda sözü yönlü haldadır. Birbaşa deməli, Qarabağda sözünə qoşma qoşula bilməz. Bax, elə bir variant var. Qarabağda sözünə qoşma qoşula bilməz. Cavab C bəndi. Sillogizmlər asandır. Hökmləri oxuduqdan sonra nəticə özü ortaya çıxır. Qoşma işlənmiş cümlələrdir. Dedik ki, qoşma cümlənin əvvəlinə gələ bilməz. Ona görə bir olmayacaq. Bir olmasa A, E də olmayacaq. Səhərədək qoşma işlənib. Cavabımız olacaq ya B, ya da D. Başqa cümlənin əvvəlində işlənib. Olmayacaq. 3 də olmayacaq. Bundan başqa nə deyə bilərsən? Çıxışlı xalla işlənib. Cavab olacaq 2, 4. İndi isə başqa cür. Necə? Başqa cür suala cavab verir. 5 də olmayacaq. Cavab 2 və 4. Keçək növbəti suala. Hansı cümlədə iki qoşma işlənmişdir? Əli zəng etdi və mənimlə görüşmək istədiyini bildirdi. Bu da və bağlayıcıdır. Lə qoşma, bir qoşma işlənib. Təkcə bizim üçün maraqlıdır. Təkcə ədatdır, üçün qoşmadır. O məsələdən ötürü yuxarı təşkilatlardan da razılıq almaq lazımdır. Ötürü təkcə bir qoşma var. Qatara bilet ala bilmədiyimizə görə maşınla getməli olduq. Burada görə qoşması yönlü haldan işlənib. Maşınla ilə qoşması cavabımız olacaq D bəndi. Şirzadın qoçaqlığına qarşı olan hörməti daha da artırmışdır. Burada təkcə qarşı 1. – 20-ci sual. Qoşmalarla bağlı səhv fikirləri müəyyən edin. Qoşma qoşulduğu sözün cümlədəki sintaktik vəzifəsini dəyişə bilir. Deməli, qoşma qoşulduğu sözün cümlədəki sintaktik vəzifəsini dəyişə bilir. Yox, qoşma sadəcə olaraq qoşulduğu sözlə birlikdə suala cavab verir və cümlə üzvü olur. Deməli, bu yanlışdırsa biz bunu götürməliyik. Baxaq digərlərinə. Tərəf, doğru, sarı qoşmaları həm omonim, həm də sinonim ola bilir. Həm omonim, həm də sinonim ola bilir. Tərəf, doğru, sarı əsas nitqçəsi ola bilir. Baxaq görək sinonim necə. Bir-birlə sinonim ola bilir. Bəli, 2 düzdür, olmayacaq. Tək, dəkdən can qoşmaları qoşulduğu sözə bitişik yazılır. Sən tək, evədək, evəcən. Bu da düzdür, olmayacaq. 2 və 3-ü çıxsa, uşaqlar. Biraz yuxarı verin. 2 və 3-ü çıxaq. Cavab qalacaq ya 4-6 ya da 5-6. Baxaq, qədər, kimi, ca, cən qoşmaları qoşulduğu sözdən ayrı yazılır. Yox, ca, cən bitişik yazılır. Qədər kimi necə yazılacaq? Ayrı. Yəni, səhvi soruşursa bizdən 4 də olacaq. Adlıq və yəlik hallardakı sözlər əsasən eyni qoşmalarla işlənir. 6-ya baxaq. Qoşmalar xəbərli şəkilçi qəbul edib, müstəqil xəbər ola bilir. Yox, qoşmalar müstəqil xəbər ola bilmir. Qoşulduğu sözlə birlikdə xəbər ola bilir. 6 yanlışdır. Adlıq və yəlik, bəli, çoxu eyni qoşmalarla işlənir. Məsələn, sən tək, sənin tək. Sən qədər, sənin qədər. Yəni 5 düz olacaq. İndi qaydaq birincisi olan uşaqlar. Bu qaranlıq qalmışdı bayaq.
Buna izah verək. Qoşma qoşulduğu sözün cümlədəki sintaktik vəzifəsini dəyişə bilir. Tutaq ki, bir söz yönlük halda işlənir və yaxud da çıxışlıq halda işlənir, tamamlıq olur. Amma biz ona qoşma artıraraq onu zərflik və yaxud da digər bir cümlə üzvü kimi işlədə bilərik. Yəni cümlə bəzən cümlə deyirəm, üzr istəyirəm. Qoşma bəzən sözün sintaktik funksiyasını, yəni vəzifəsini dəyişə bilir. Bir də olmayacaq. Cavab 4 və 6 B bəndi. Hansı cümlələrdə qoşma işlənmişdir deyir. Biz hər tərəfi yoxladıq. Burada tərəf isimdir. Ana bircə oğlunu görsəydi sakitləşərdi. Burada bircə oğluna bir sakin də işlənə bilər. Ana bircə oğlunu görsəydi, o da ədat kimi işlənəcək, yəni digər mənada 2 də olmayacaq. Axşam kəndə tərəf atılan, kəndə tərəf biri 3 olacaq. Uşaqca da ağlı yoxmuş, yəni qədər, uşaq qədər. Cavab 3 və 4 olacaq. Hansı nümunələrdə kimi qoşma deyil? Göydə tərlan kimi uçmağın varmı? Tərlan kimi bənzətmə bildirir. Kimi cümlənin əvvəlinə gəlir. Bayaq dediyimiz kimi. Deməli, qoşma olmayacaq. Biri bu olacaq cavabımızın. Burada da əvvəldə gəlir. Qoşma olmayacaq. 2 və 4 olacaq. Gəl o birislərə baxaq. Sənin kimi şair Hanı Ələsgər yəlik anla işlənib qoşmadır. Sən kimi çağırırsan? Gördüyünüz kimi sual var cümlənin sonunda. Demək bu sual əvəzliyidir. 5 də olmayan olacaq. Çünki bizə deyili soruşur. 2, 4, 5 olacaq cavabımız. Hansı nümunələrdə başqa əlavə sözləri qoşmadır? Təzə gələn şagirddən başqa. Deməli, nədir? Qoşmadır. Çünki bizə qoşma olduğunu istəyir. 1. Əlavə dərslər cümlənin əvvəlində işləndiyi üçün olmayacaq. Gülsənəm arvad bağından başqa adamlara da pay verərdi. Hansı adamlara başqa suala cavab verir? Qoşma deyil. Bu yerlərdən əlavə bir çox ölkələrdə olmuşuq. Bu yerlərdən əlavə çıxışlıq halından işlənib, qoşmadır. Müdürdən əlavə heç kim danışmadı. Müdürdən əlavə, yəni müdürdən başqa heç kim danışmadı. Burada qoşma olacaq. Deməli, biz əlavəni başqa ilə əvəz eləyə biliriksə, qoşmadır. Bu yerlərdən başqa bir çox ölkələrdə olmuşuq. Bunu da əvəz eləyə bildik. 1, 4, 5. Bənzətmə mənası bildirən qoşmanın işləndiyi nümunələri müəyyən edin. Bənzətmə qoşmaları hansılardır? Kimi, qədər, tək. Kimi, 2-dən sola baxaq uşaqlar, əvvəldə işlənib olmayacaq. Gənclərin çoxu onun kimi qəhrəman olmaq istəyir. Yəlik halına işləndiyi üçün sayılacaq. Ürəyin nə qədər açılsa da, mənim tək sevinə bilməsən, mənim kimi bənzətmə bildirir. Olacaq 1, 3. Keçək sualın bu tərəfinə. Bu evdə sənə aid çox xatirə var. Burada aidlik bildirir. Bu olmayacaq. Samirə institutdan evə qədər piyada getdi. Deməli, evə qədər. Burada qədər yönlük anlamda işlənib. Deməli, məsafə bildirir. Bu da olmayacaq. Cavabımız o tərəfdə qaldı. Baxarız. Fərqləndirilmiş hissə hansı nümunədə qoşmadır? Qaşıqla bal yedim. Burada la fərqləndirib. Nə ilə? Qaşıq ilə qoşmadır. Dəniz kənarına uşaqlarla getdim. Uşaqlar ilə getdim. Qoşmadır. Maşın sürətlə necə sualına cavab verdiyi üçün qoşma olmayacaq. Zərf düzəldir. Qarla yağış yağanda qayğılı çoban. Qar və yağış bağlayıcıdır. Maşınlar təzə salınan asfalt yolla şütürdü. Nə ilə? Hara ilə? Yolla. Burada qoşma olacaq. Deməli 1, 2 və 5 cavabımız olacaq. Klasteri tamamlayan fikirləri müəyyən edin. Qoşmalar ismin deməli fikirləri, klasteri tamamlayan fikirləri.
Qoşmalar ismin bəzi hallarında olan sözlərə qoşulmur. Bəli, hansı? Yerlik və çıxışlıq, yerlik, çıxışlıq, yox, yerlik və təsirlik hallarına qoşulmur. Baxaq. Qoşulduğu demək bizdən nəyi soruşur? Düzləri soruşacaq. Çünki bu klasterdə ilk düz sayılır. Qoşulduğu sözlərin leksik mənasını dəyişmir. Bəli, dəyişmir. Doğrudur. Qoşulduğu sözlərdə heç bir mənaları yaratmır. Niyə? Yaradır. Yanlışdır. Bəzi nümunələri əsas, bəziləri isə köməkçi nitq hissələri ilə ümumiləşdirib təşkil edə bilir. Təbii ki, bu da düzdür. Həm ayrılıqda, həm də qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. Xeyr, ayrılıqda heç bir cümlə üzvü ola bilmir. Yox, bu yanlışdır axı. Bunu nə plus qoydum mən? Bunu silək. Bu yanlışdır. Cavabımız olacaq 1, 3. 27-ci sual. Qoşma işlənmiş cümlələri müəyyən edin. İndi qarşı sırada oturanları soruşacaqlar. Suala cavab verir, hansı sıra? 1 olmayacaq. Əvvəl cümlənin əvvəlində işlənib olmayacaq. Burada sonra. Bizə qarşı çıxanları ağıl və məntiq ilə susturmalı. Məntiq ilə demək, biri 3 olacaq. 100-dən sonra saydıqlarımı qarışdırdım. 100-dən sonra çıxışlıq halına işlənib 4 olacaq. Bizə doğrunu danış, aldatma. Nəyi? Doğrunu. Əsas nitq hissəsidir. Onlara doğru bir dəstə atlı çapırdı. Onlara doğru, onlara tərəf. Cavabımız olacaq bir də 6. Deməli 3, 4, 6. Biz burada 5-i səhv tapmışdıq. Axı mən yenə yanlış seçmişəm burada. Çünki 5 olmayacaq. Burada doğru əsas nitq hissəsidir. 3, 4, 6 olacaq. Hansı cümlədə qoşma işlənmişdir? Toru dişlərim ilə doğrayım dedim. Dişlərim ilə. 1. Qonşular çıxdı evdən təəccüblə. Necə? Heyrətlə və təəccüblə. Zərf düzəldir. Qoyaq sözlərinlə dünya bəzənsin. Sözlərin ilə 3. Kitablarla dəftərlər, yəni kitablar və dəftərlər bağlayıcıdır. Gülün ətri ilə doldu bütün çayır, bütün çöl. Gülün ətri ilə doldu. İlə burada gözəl qoşmadır. 1, 3, 5. Hansı cümlədə qoşma işlənməmişdir? Nəyə soruşur bizdən? İşlənməmiş olsun. Bəy ilə bostan əkənin tağı çiynində bitər. Bəy ilə bostan əkənin 1 ilə qoşmadır. Ev yiyəsi qonağa təəccüblə, heyrətlə zərf düzəldir. Bəhramla döyüşə girmək çətindir. Kim ilə? Bəhram ilə 3. Kosinusla sinus riyazi termindir. Və əvəz eləyə biliriksə bağlayıcıdır. Gülün ətri ilə doldu bütün sayır, bütün çöl. Bu bayaqki sualdır axı. Ətri ilə. Bu da 1, 3, 5. Qoşmaları qoşulduğu hallara, yaratdığı mənalara görə qruplaşdırın. Sarı doğru, evə sarı, evə doğru nə bildirir? Yönlü şanla işlənir və istiqamət bildirir. Deməli, bu 1. Qədər və can, evə qədər, evəcən. Evə qədər, yönlü şanla məsafə, bu 2 oldu. Yaza bilmədim, 2 oldu. Sonra qabaq çıxışlıq halla işlənir və nə olur? Zaman olur. Bu da oldu 3. Deməli, olacaq 1A, 2C, 3E. Uyğunluğu müəyyən edin. Həm qoşmanın, həm də qoşulduğu sözün fərqli tələffüz edildiyi ifadə. Həm qoşmanın, həm də qoşulduğu sözün. Baxaq, burada atamla təkcə qoşma fərqli olacaq. Gəncəyə qədər
qədər olduğu kimi qalır. Yarpaqla. Uşaqlar, burada lalə birisi də nan kimi tələffüz olunur. Bu qıda x olur burada. Yarpaqla. Deməli, buna olacaq 1. Yaz 2-yə baxaq. Yalnız qoşmanın fərqli tələffüz edildiyi ifadə. Atamla. Təbii ki, bu da olacaq 2. Yalnız qoşmanın qoşulduğu sözün fərqli tələffüz edildiyi ifadə. Bu da olacaq səndən əvvəl. Səndən. Dandən kimi olacaq. Bir də Gəncəyə qədər, Gənciyə qədər. Ə də i olacaq. Deməli, bu da 3 olacaq. Yaza bilmirəm normal bundan. 3. Bu da 3 olacaq. Səndən əvvəl, Gənciyə. Deməli, 2, 1-ə baxaq. 1C, 2A, 3B və D. Sonuncu sual, uşaqlar, 32-ci sual. Qoşmalarla bağlı ardıcıllığı deyir müəyyən edin. Baxaq, ardıcıllıq. 1. Zaman mənası bildirməlidir. Görək zaman harda var, uşaqlar, baxaq. Zaman. Zaman qoşması, sonra baxaq. Pələngi ovlayıb evə qayıdandan sonra, nə vaxt? Qayıdandan sonra. Deməli, 4. Səbəb bildirməlidir. Baxaq. Ay batdığına görə buludlar hərəkətsiz görünürdü. Nə üçün? Ay batdığına görə 2. Birgəlik. Birgəliyə baxaq. Deməli, qulu da sizinlə yoldaş imiş. Kim ilə? Sizin ilə birgəlik bildirir. Bu da 3. Bənzətmə. Banunun gözləri dənizin suyu kimi. Necə? Dənizin suyu kimi bənzətmə bildirir. Bu da olacaq, uşaqlar, 1. Belə. Növbətdə isə görüşmək üzrə.